Mən Dövlətzadə Cəbrayıl 2020-ci il sentyabrın 28-də çoxlu qan itirdiyimə görə şəhid oldum. Gəlin sizə necə şəhid oldum onu danışım. Tovuz döyüşlərində General Polad Həşimovun şəhid olması məni çox məyus etdi. Həmin an özümə söz verdim, Polad Həşimovun qisasını alacam. 44 günlük müharibə başlanan an könüllü olaraq döyüşə qatıldım. Murovdağda düşmən mövqelərinin və xüsusi postlarının ələ keçirilməsi planı həyata keçirildi. O zaman qarşımda düşmən generalı, polkovniki kimliyindən asılı olmayaraq bu an Polad Həşimovun qatilini görürdüm. Düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qaldım və öncə erməni generalını öldürdüm. Əlbəyaxa döyüşdə isə düşmən polkovnikini yalın əlinə boğdum və sonra çoxlu qan itirərək şəhid oldum. Hər şey vətən üçün. Buradan hər kəsə salam göndərirəm. Məni unutmayın.